Qaralovun, Zakir Qaralovun, baxmayaraq ki, yenə deyirəm, dünən mənim eloğullarım mənə zəng edib soruşurlar ki, deyirlər ki, eloğlumuzdur, onun cinayətlərini açma, nəyinə lazımdır, niyə deyirsən? Amma o eloğullarıma mən dedim ki, onun məhz Borçalı əsilli prokurorluq orqanlarında işləyən şəxslərin vəzifədən çıxarılan, yəni bilirsiniz ki, Borçalıların heç vaxt arxası olmuyor vəzifəyə gedən dəyərli dostlar. Heç vaxt arxası olmuyor və öz bacarıqlar, güclərinə görə gedib hər hansı bir yerə, bir hansı vəzifəyə çatıblar. Və məhz o bacarıqlı insanları, məhz o xalis, təmiz, kökü türk olan insanları Zakir Qaralov vəzifələrdən çıxardıb. Dəyərli mənim Borçalı həmkarlarım, hansınız ki, mənə irad tutursunuz ki, sənin nəyinə lazımdır bu məsələni deyirsən, sən də Borçalıdan, o da Borçalıdan. Əslində baxanda, insan cinayətkarsa onun harada olmasının heç bir fərqi yoxdur. Amma, baxın, mən sizə bunu nümunə göstərirəm ki, neçə nəfər, adların siyahıda mən sizə onların adını oxuyacam sizə, dəyərli mənim Borçalılarım, dəyərli eloğullarım, adlarını oxuyacam, görün hansı şəxsləri o vəzifədən, hansı vəzifələrdən çıxardıb, prokuror orqanlarından qovub və onların bəzilərinin bağırı çartlayıb işlikdən, çünki sərəncama göndərib bəzilərinin hansı vasitələrlə işdən qovub və onlar uzun müddət gözləyiblər ki, yenidən vəzifə təyin olacaqlar. Mən bir şey deyim, dəyərli dostlar. Hərbiçilərin, polislərin, bu prokuror işçiləri yenə hüquqşünasdırlar. Bunlar oradan işdən çıxandan sonra hər hansı bir advokatdan, nə bilim mən nədən zaddan ola bilirlər, hüquqşünas işləyə bilirlər. Amma hərbiçilərin, bir də polislərin bədbəxtliyi ondadır ki, oradan işdən çıxandan sonra heç bir sənədləri ixtisasları olmadığı üçün heç yerdə iş tapa bilmirlər özlərinə. Ona görə böyük sədaqətlə xidmət edirlər bu rejimə ki, onları qəti şəkildə buradan çıxartmasına çıxarsalar qalacaqlar işsiz. Halbuki, normal dövlət olsa, o polis işçiləri heç zaman nə işdən çıxarılmaz, nə səhv hərəkət eləməz. Çünki normal dövlətlərdə polis işçiləri yüksək maaş alırlar və heç bir zaman da səhv eləməyə cəhd göstərmirlər ki, cinayət törəsindən və ya hər hansı bir cinayətlərlər olsun, vəzifələrində, olduqları vəzifədə işləyirlər, sona qədər xalqına xidmət edirlər. Amma belə ölkələrdə, Azərbaycan kimi ölkələrdə isə bu mümkün deyil. Çünki mütləq və mütləq cinayət törətməlisən ki, qabağa gedəsən. Mütləq cinayət törətməlisən, qabağa gedəsən.